Bakıda ictimai nəqliyyat sahəsində aparılan islahatlar sərnişin daşıma göstəricilərində özünü göstərməyə başlayıb. Rəsmi statistikaya əsasən 2025-ci ilin yanvar-aprel aylarında ictimai nəqliyyatdan istifadə edənlərin sayı 582 milyona çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7%lik artım deməkdir. Artım təkcə avtobuslarla məhdudlaşmır. Şəhər daxilində mikromobil nəqliyyat əsasən skuterlər və velosipedlərdə daha geniş istifadə edilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ayna məlumatına görə 2024-cü ilin may ayında bu nəqliyyat vasitələrindən istifadə əvvəlki illərlə müqayisədə 2 dəfədən çox artıb. Ekspertlər artımı şəhərdə nəqliyyat infrastrukturunun yenilənməsi və xüsusi zolaqların yaradılması ilə izah edirlər. Bu keçid mərhələlidir. İnsanlar bir anda şəxsi avtomobildən imtina etmir, deyə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev açıqlamasında bildirib. Hal-hazırda Bakı yollarında hərəkətdə olan avtobusların 77%-i nağdsız ödəniş sistemi ilə təchiz olunub. Ümumilikdə isə 2022-ci illə müqayisədə xəttə çıxan avtobusların sayında 28% artım qeydə alınıb. Agentlik avtobusların hərəkətini sürətləndirmək üçün 112 km uzunluğunda xüsusi avtobus zolağı və 35 kilometrlik mikromobil zolağı ayırdığını bildirir. Ekspertlərə görə bu zolaqlar ictimai nəqliyyata keçidi stimullaşdırır. Bu tədbirlər sayəsində avtobusların hərəkət sürəti artıb, ictimai nəqliyyatdan istifadə edənlərin sayı yüksəlib. Qısa məsafələr üçün isə mikromobil nəqliyyat vasitələri, velosiped və skuterlər əlverişli alternativə çevrilib, Rauf Ağamirzəyev qeyd edir. 2024-cü ildən bəri islahatlar daha geniş miqyaslı mərhələyə keçib. Diqqət metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların inşası, şəhər ətrafı qatarların gücləndirilməsi və tramvay sisteminin bərpası kimi relsli nəqliyyat həllərinə yönəlib. O layihələrin 2030-cu ilə qədər mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Həmin müddətə qədər Bakıda 10 yeni metro xəttinin istifadəyə verilməsi planlaşdırılır. Hazırki mərhələdə isə avtobuslar şəhər mərkəzinə çatmaq üçün ən səmərəli vasitə olaraq qalır. Əsas diqqət relsli nəqliyyatın inkişafına yönəlib. Metro xəttlərinin genişləndirilməsi, yeni stansiyaların tikintisi, şəhər ətrafı elektrik qatarlarının gücləndirilməsi və tramvay sisteminin bərpası nəzərdə tutulur. Bu layihələrin 2030-cu ilədək mərhələli şəkildə icrası planlaşdırılıb. İslahatların davamı olaraq relsiz nəqliyyatın avtobus, mikromobil yükünün relsli sistemlər üzərinə keçirilməsi ilə şəhərdə hərəkətlilik optimallaşdırılacaq, ekspert deyir. Hökumət həmçinin piyada hərəkəti üçün infrastrukturun təkmilləşdirilməsini prioritet elan edib. Yeni layihələr çərçivəsində səkilərin yenilənməsi, baryerlərin aradan qaldırılması və işıqforlarda gözləmə müddətlərinin azaldılması planlaşdırılır. İslahatların maliyyə dayanıqlığını təmin etmək üçün isə dövlət bruto müqavilələr sisteminə keçid etməyi hədəfləyir. Bu modelə görə sürücülərin əmək haqları sabitləşdirilir, güzəştli bilet sistemləri tətbiq olunur və xidmət keyfiyyəti yüksəldilir. Rauf Ağamirzəyev həmçinin rəqəmsal həllərin təşviqinin də önəmli rol oynadığını bildirib. Bunun sözlərinə görə rəqəmsal əkiz proqramı data əsaslı qərarların qəbuluna imkan yaradır və bu da layihələrin daha dayanıqlı şəkildə icrasını təmin edir. Bakı şəhərinin nəqliyyat modelinin mərhələli şəkildə yenilənməsi şəxsi avtomobildən imtinanı təşviq edir. Yerli orqanlar bu keçidin həm şəhərdaxili hərəkətliliyi artıracağını, həm də ekoloji yükü azaldacağını hesab edirlər.